Erməni generalını boğaraq öldürən və Polad Həşimovun qisasını alan şəhidimiz Cəbrayıl Dövlətzadə. O, 2001-ci il sentyabrın 11-də Sumqayıt şəhərində anadan olub. Orta təhsilinə Sumqayıt şəhəri Təfəkkür liseyində başlayıb, daha sonra 2 saylı Qubadlı məktəbində oxumağa davam edib. Əsgər Cəbrayıl Dövlətzadə 2020-ci il sentyabrın 27-sində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan 2-ci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Cəbrayıl Dövlətzadə sentyabrın 28-də Murovdağ döyüşləri zamanı Kəlbəcər rayonu ərazisində şəhid olub. O, şəhidlər xiyabanında dəfn olunub. Azərbaycan Prezidenti İlham Əliyevin 15-12-2020-ci il tarixli sərəncamına əsasən Cəbrayıl Dövlətzadə ölümündən sonra Vətən uğrunda medalı və Azərbaycan bayrağı ordeni ilə təltif edildi. İlham Əliyevin 24-06-2021-ci il tarixli sərəncamına əsasən Cəbrayıl Dövlətzadə ölümündən sonra Kəlbəcərin azad olunmasına görə medalı ilə təltif edildi. Allah rəhmət eləsin.